Şaban ayının sonuncu cüməsidir. Qarşıdan mübarək Ramazan ayı gəlir. Olduqca mühüm bir hadisədir mübarək Ramazan ayı. Ümumiyyətlə Ramazan ayına təqvimin günləri kimi yox, bir mühüm, önəmli hadisə kimi yanaşmağımız çox vacib, lazımdır. Peyğəmbərimiz də belə yanaşırdı. Minbərə çıxıb deyirdi: "Ya eyyuhən-nas, qad əqbələ ileykum şəhrullah." Ey insanlar, Allah ayı sizə tərəf gəlir. Yəni diqqətləri buna cəlb eləmək istəyirdi. Ramazan ayının orucu qədər insan tərbiyəsinə töhfə verən, insanın islahına təsir edən az ibadət tapılar. Birinci gecədən hədislərdə qeyd olunur ki, artıq Allahın rəhməti yer üzünə nazil olmağa başlayır. Xüsusilər bağışlanır. Sonra yavaş-yavaş rəhmət genişlənir və ümumi hər kəsi əhatə etməyə başlayır. Ramazan ayı Allaha yaxınlaşmanı asanlaşdırır insan üçün. Ramazan ayı Allaha gedən yolu asanlaşdırır. Günahdan çəkinməyi asanlaşdırır.